Salam uşaqlar, bugünkü dərsimiz kimyəvi reaksiyanın sürətidir. Kimyəvi reaksiyanın sürəti. Bu dərs biraz fizikaya oxşayır. Yəni necə? Düsturdan düstur çıxarıb yerinə qoyuruq. Riyaziyyatda bilirsiniz ki, V bərabərdir S böl T düsturu var, elədimi? Burada bu S böl T ilə eləmirik. V bərabərdir delta S böl delta T düsturundan istifadə edirik. Delta dəyişmədir, özünüz bilirsiniz. Delta S qatılığın dəyişməsidir. Yəni başlanğıc qatılıqdan qabda qalan qatılığı çıxırıq, reaksiya girən qatılıqdan gedir söhbət. Delta S bu deməkdir. S2 çıx S1. Bu da T2 çıx T1 deməkdir. Delta T nə deməkdir? T2 çıx T1. Yəni zaman dəyişməsidir də. Yəni burada yerinə qoysaq V bərabər delta S-nin yerinə S2 çıx S1. Başlanğıc qatılıqdan son qatılığı çıxırıq. Yəni reaksiya girən qatılıq qalır burada. Burada da delta T2 çıx T1 ilə hesablayarıq. Biz bilirik ki, reaksiyalar homogen və heterogen olmaqla iki yerə bölünür. Homo nə deməkdir? Eyni cinsi deməkdir də. Məsələn, yazıram, hidrogen üstəgəl oksigen. Bu da qazdır, bu da qazdır. Qazla qaz reaksiya girirsə, əlbəttə ki, homogen reaksiyadır. Amma hidrogen üstəgəl, başqa nə deyə bilərik? Məsələn, deyək ki, karbon. Məsələn, CH4 alınır da, bu bərkdir, bu da qazdır. Müxtəlif aqreqat halında olan maddələr reaksiyaya girirsə, bu heterogen reaksiyadır. Heterogen reaksiyada bərk maddə iştirak elədiyinə görə, heterogen reaksiyada reaksiyanın sürəti bərk maddənin səthinin fazalar sistemində baş verir, səthində baş verir. İndi gəlin belə deyək, V bərabər delta S böl delta T ümumi düsturdur və burada dediyimiz kimi delta S reaksiyaya girən qatılıqdan danışılır. S-nin yerinə, bax burada fizikada, elə bir S-nin yerinə, fizikada deyirəm, bu düsturda S bərabərdir nü böl V qoysaq, nü nə deməkdir? Nü maddə miqdarıdır. Maddə miqdarı da keçilib də. V nə deməkdir? Həcm deməkdir. S-nin yerinə nü böl V qoysaq, V-nin yerində yazaq. V bərabərdir. Baxın, bu S-nin yerinə nə qoyacağıq? Nü böl V. S-nin yerinə qoyaraq nü böl V, bu S-nin yerinə qoyduq. Aşağıda da delta T'miz qaldı. Hətta bu nünün yerinə siz bilirsiniz də, nü bərabərdir kiçik M böl böyük M düsturundan da istifadə edə bilərik. Hər hansı bir maddənin qramı verilib, mola çevirmək istəyirik. 80 qram natrium H neçə mol yazacağım? 80 böl 40 eləyər 2 mol. Bu şəkildə yazılır. Baxın, bu homogen reaksiyadır. Bəs heterogen reaksiyada axı dedik bərk maddə iştirak edir. Bərk maddənin səthinin sahəsi olur. Yəni reaksiya səthlərin üzərində baş verir. V bərabər sadəcə buradan bir dənə V-ni götürürük. S yazırıq. Nü bölək S vur delta T'dən istifadə edirik. Bu heterogen reaksiyanın sürət düsturudur. Bu isə homogen reaksiyanın sürət düsturudur. Biz bunları biləndən sonra vahidlərin də asanlıqla çıxarmaq olar. Fizikadan, riyaziyyatdan bilirsə vahidin çıxarılmağı ən azından. Məsələn, deyir ki, qatılığın vahidi nədir? Biz bunun düsturunu biliriksə, vahidi nə var ki bilməyə? Nü maddə miqdarının vahidi moldur. Buna V həcmdir. Həcm nə deməkdir? Litr yaza bilərik. Ola bilər litr yazmayaq. Bunu pozuram. Metr kubu yaza bilərik və s. Yəni metr kubu, santimetr kubu, desimetr kubu və s. Yəni qatılığın vahidi nədir? Mol böl metr kubu, mol böl litr. Homogen reaksiyanın vahidi nədir? Sürət vahidi nədir? Mol, axı bu maddə miqdarıdır, bölək. Burada litr də yaza bilərsiniz, metr kubu da yaza bilərsiniz, fərqi yoxdur. Vuraq, zamandakı saniyə, saat, dəqiqə şəklində yazıla bilər. Amma heterogen reaksiyada həcmin yerində S olur. Bu da sahədir. Sahə də bilirsiniz ki, metr kvadratı ilə ölçülür axı. Yəni heterogen reaksiyanın sürət vahidi hansıdır? Mol bölək. Metr kvadratı, yenə deyirəm, santimetr kvadrat, desimetr kvadratı fərqi yoxdur. Vuraq. Bu da saniyə, saat, dəqiqə və s. bu şəkildə yazılır. Yəni bu dərsimiz biraz fizika kimi oldu. V bərabər delta S böl delta T, delta dəyişmə deməkdir. Buradakı delta S reaksiya girən qatılıqdan danışılır. Yəni əvvəlki qatılıqdan son qatılığı çıxırıq. Nü maddə miqdarıdır, V həcmdir. Başqa nəyimiz qaldı? S isə sahədir. İndi buna uyğun məsələ həllərinə baxaq, biraz başqa tipə baxaq. Məsələn, verilir ki, baxın, 2H2 üstəgəl O2 alınır 2H2O. Bizə deyir ki, bu reaksiyanın hidrogenə görə sürəti 10, vahid də verilir də, mol böl litr vur saniyədir. Bu moldur, metr deyil.
Hidrogenə görə reaksiya sürəti 10 mol bölü litr vur saniyə. Bəs oksigenə görə sürət neçədir? Sürətdə, tarazlıqda ancaq mollarla işlənilir. Deyirəm, bunun molu, sərf olunma molu, hidrogenin sərf olunma molundan 2 dəfə azdır. Bundan 2 mol sərf olunub, bundan 1 mol. Deməli, bunun sərf olunma sürəti də bunun sərf olunma sürətindən 2 dəfə azdır. Yəni, bunun əmsalı bundan 2 dəfə azdır, bunun da sürəti bundan 2 dəfə az olacaq. Oksigenə görə sürət 5 mol bölü litr vur saniyə olacaq. Bəs suya görə sürət neçədir? Təbii ki, əmsallar bərabərdir də. Əmsallar bərabərdirsə, hidrogenə görə 10-dursa, suya görə də sürət 10 mol bölü litr vur saniyə ilə hesablanar. Yəni, belə çıxır ki, baxın, heç elə bil ki, bu yoxdur. Bizə deyir ki, bununla buna görə sürəti müqayisə elə. Sadəcə əmsalların yerləri dəyişdirilir. Yəni, deyirəm ki, neçə dənə hidrogenə görə olan sürət, neçə dənə oksigenə görə olan sürətə bərabərdir? Fikir verin. 1 dənə 10 bərabərdir 2 dənə 5-ə. Yəni, 1 dənə hidrogen bərabərdir 2 dənə oksigenə. Ən gözəl heç üstündə bu verilmir. Bunların sürətlərini müqayisə ilə əmsalların yerini dəyişək. Baxın, bu 1 olur buna. Yəni, 1 dənə hidrogenə görə olan sürət bərabərdir. 2-ni bura veririk. 2 dənə oksigenə görə olan sürətə. Və yaxud deyirəm, bununla buna görə sürəti müqayisə elə. Yenə əmsalı dəyişək də. 2 dənə oksigenə görə olan sürət bərabərdir. Bunun əmsalını bura verək. Bir dənə suya görə olan sürətə. Doğrudan elədir də. 2 dənə oksigenə görə olan sürət 10 eləyir. Bir dənə hidrogenə görə, suya görə olan sürət 10 eləyir. Bununla buna görə sürəti müqayisə eləyək. Təbii ki, bunlar bir-birinə bərabərdir də. Deyəcəm ki, hidrogenə görə olan sürət suya görə olan sürətə bərabər. Çünki əmsalları bir-birinə bərabərdir. Yəni, sürətləri müqayisə elə deyəndə əmsalların yerini dəyişib yazırıq. Məsələn, deyir ki, azot üstəgəl 3H2 alınır 2NH3. Məsələn, bununla buna görə sürəti müqayisə edin. Neyniyərik? Əlbəttə ki, əmsalların yerini dəyişər. Yəni, bura əmsal yazmırıq. Sadəcə yazıram. Bax, 3 dənə azota görə olan sürət, 3 dənə sürət azota görə bərabərdir. Bu əmsalı bura keçsin. 1 dənə sürət hidrogenə görə. Və bununla buna görə sürəti müqayisə ilə yerini dəyişək. 2 dənə sürət hidrogenə görə bərabərdir. 3 də bura keçsin. 3 dənə sürət amoniaka görə. Və yaxud bununla bunu müqayisə eləyək. Əmsalını dəyişək. 2 dənə sürət azota görə bərabərdir. Bunun əmsalı bura keçsin də. Bir dənə amoniak, bir dənə sürət amoniaka görə. Doğrudan elədir də. Məsələn, deyirəm, buna görə sürət 20-dir. Məsələn, buna görə neçədir? Siz də deyirsiniz ki, 2 əmsalına görə 20-dir. Bəs 3 əmsalına görə neçədir? Kənarda lap yaz. 2 əmsalına görə 20-dir. 3 əmsalına görə neçədir? 10 dəfə artdımı? Bu da 10 dəfə artacaq. 30 imiş. Bəs 1 əmsalına görə neçədir? 2 əmsalına görə 20-dirsə, 1 əmsalına görə 10-dur. Və yaxud belə də deyə bilərsən. Bunun əmsalı bundan 2 dəfə azdır. Buna görə sürətdən 2 dəfə az olmalıdır. Bu 20-dirsə, bu 10 eləyir. Bunun əmsalı bundan 3 dəfə çoxdur. 10-dursa, bu da 3 dəfə çox 30 eləyəcək. İndi məsələn, delta S böl delta T düsturundan məsələlərə baxaq. Deyək ki, məsələ verilib ki, 2H2 üstəgəl O2 alınır 2H2O. Bizə deyir ki, məsəl üçün, hidrogenə görə sürət, deyək ki, deyirəm də 20-dir. Hidrogenə görə sürət 20-dir. Oksigenin başlanğıc qatılığı. Başlanğıc nə deməkdir? Məsələn, C2 bərabərdir. Deyək ki, verilir də, nəsə bir rəqəm verilir. 10 mol böl litr. Vahidi belədir də, 10 mol böl litr. Bu da mol böl litr vur saniyədir. Deyir ki, hidrogenə görə reaksiyanın sürəti 20-dir. Hidrogenin üstünə yazdım. Oksigenə görə, oksigenin başlanğıc qatlığı 10-dur. 2 saniyədən sonra, məsələn, delta T bərabər 2, oksigenin qatlığı neçədir? S1-i tapın. Mən də nə deyirəm? Düstur belədir də. V bərabərdir. Delta S, yəni S2 çıx S1, bölə delta T, yəni T2 çıx T1. Düstur budur da. Delta T'miz 2 verilib. İndi baxın, uşaqlar çaşdıran bilirsiniz nədir? Götürürlər V-nin yerinə, deyirlər V 20-dir. Xeyr, V 20-dir. Amma oksigenə görə parametrlər verilib. Oksigenə görə mən su qatılığı tapmalıyam. Deməli, hər bir parametr oksigenə görə yazılmalıdır. Mən sürətin yerinə 20 yaza bilmərəm. Deyirəm, onda oksigenə görə parametri yazılmalıdır da. Əgər hidrogenə görə sürət 20-dir. Bunun əmsalı bundan 2 dəfə azdır axı. Buna görə sürət 10 eləyəcək də. Bu mənə lazım deyil. Buna görə sürət 10-dur. Vsyo. Sürətin yerinə 10 qoyasınız. S2 neçə idi?
10 çıx C1 bölək delta T2. Mən də özümdən yazdım, ola bilər eybəcər cavab alınar. 10 çıx C1 bərabərdir 20-yə. İndi özümdən yazmışam da, ona görə bu vəziyyətdə cavab alınır. 10 yazmayaq da. Bura görə 40 məsəl üçün 40 yazaq, deyək ki, bura görə 40 yazaq. Buna görə 40 sürət olanda bu bundan 2 dəfə az olur. Bunun sürəti eləcə 20. Yəni 20 bərabərdir 10 çıx C1. 10 çıx C1 bərabərdir, yenə səhv yazdım, 40-dır. Yəni bura kiçik bir rəqəm qoymalıydıq. Biz kiçik bir rəqəm qoymalıydıq ki, uşaqlar mənfi alınmasın. Məsələdə özümdən dedim. Yəni biləsiz ki, oksigenə görə parametrlər verilibsə, sürəti götürüb bundan qoyub eləyə bilmərik ha. Bir də buradakı qatılıq hökmən reaksiyaya girən qatılıq olmalıdır. Başlanğıcdan sonrakini çıxaq ki, reaksiyaya girən qatılıqdan qatılığa görə hesablama olsun. Bəzən uşaqlar məsələlərdə verilir. Deyək ki, uşağın düstur yadından çıxıb da. Deyir 2 litrlik qabda, deyirəm V bərabərdir 2 litr. 2 litrlik qabda, məsələn deyir ki, 80 qram natrium OH reaksiyaya daxil olub. Deyək ki, zamanımız da verilib, indi özümdən yazıram 20 saniyə. Delta T də bərabərdir 20 saniyə. Bu qramdır, yəni kütlə verilib. Həcm də verilib. Mənə deyir ki, reaksiyanın sürətini tapın. Bir də sizə bir şey deyim, bax bir biclik yolunu bilin. Reaksiyanın sürətini tapın. Bir də vahidi verilir ha. Deyir reaksiyanın sürətini, məsələdə özü deyir ki, mol böl litr vur saniyə ilə tap. Sən də deyək ki, sürət düsturu yadıma düşmür. Birincisi bilməliyik, adımız kimi bütün hər bir şeyi bilməliyik. Birdən bu verilməzdir. Deyirsən sürət düsturu necədir? V var, T var. Belə bir düstur var da. Nü böl V vur delta T. Sonra da deyək ki, yadımıza düşmədi. Vahidi mənə verir. Reaksiya sürətini tap. Deyirəm düstur yadımdan çıxıb. Hazır mənə deyir də mol. Mol nədir? Nü. Litr nədir? V. Vur saniyə nədir? T'dir də zamandır. O da deyirəm məndən nə istədi? Mənə deyək ki, V-ni istəyir də bizdən. V bərabərdir nü. Deyirəm nü yoxdur. Nü mol deməkdir. 80 qram natrium OH. Lap heç yerə deyirəm, bunu çıxara bilməsəm, buradan deyirsən molu bölməliyəm. Mol nə deməkdir? 80 qram natrium OH. Bunun emiri 40 qramdır. Yəni 1 molu 40 qramdır da. Söhbət 2 moldan gedir. Böl. Litr nə deməkdir? V deməkdir də. Litr. Vur. Delta T. T nə deməkdir? 20 deməkdir. Özü verilib də. Elə deyil. 1 böl nə qaldı? 1 böl 20. O da eləyər 0,5 imiş sürəti. Mol böl litr vur saniyə imiş. Aydın oldu hər halda. İndi isə kimyəvi reaksiyanın sürətinə təsir edən amillərdən danışaq. Kimyəvi reaksiyanın sürətini hansı amillər artırır, hansı amillər azaldır ona baxaq. Düz mütənasib nə deməkdir? Məsələn, bu keyfiyyət bu artanda, bu da artırsa bu düz mütənasiblikdir. Bu azalanda, bu da azalırsa bu da düz mütənasiblikdir. Amma biri artanda biri azalır və yaxud biri azalanda biri artır. Burada görürsünüz tərsinədir. Bu tərs mütənasiblik deməkdir. Ümumiyyətcə bir dənə hələ ki əzbər hissəsini deyim. Reaksiyanın sürəti ilə tərs mütənasib olan amillər, TV yadda saxlayın. TV tərs mütənasibdir. Bu T dediyimiz zamandır, V dediyimiz həcmdir. Bunlar reaksiyanın sürəti ilə tərs mütənasibdir. Yerdə qalan nə deyəcəyik ha? Hamısı kimyəvi reaksiyanın sürəti ilə düz mütənasibdir. Yəni nə mənada? Birinci düz mütənasiblərdən başlayaq. Deyir ki, qatılıqla sürət necə mütənasibdir? Təbii ki, qatılıq artanda toqquşan hissəciklərin sayı artır. Nə qədər qatı olarsa, molekullar bir-birinə daha tez toqquşar və reaksiyanın sürəti də artar. Temperaturla da sürət həmçinin düz mütənasib. Bu zaman deyil, temperaturu yazım, lap böyük T yazım. Temperaturla sürət düz mütənasibdir. Məsələn, qənd isti suda yaxşı sürətlənmə həll olar, yoxsa soyuq suda? Əlbəttə ki, isti suda. Deməli, isti suda temperatur böyük olur. Temperatur böyük olanda sürətimiz də böyüyür. Təzyiqə baxaq. Nə qədər təzyiqi artırarıqsa, reaksiya sürətlənər. Adi bir şey deyim, şampanı məsələn nə qədər çox çarxalayarıqsa, nə qədər təzyiq verəriksə, qazların suda həll olması artır. Orada daha qazlar daha çox həll olacaq. Ona görə vıжıltı ilə üzdə çıxır. Deməli, təzyiq artanda onu da belə çıxır ki, reaksiya sürəti də artır. Xırdalanma dərəcəsi. Bir düşünək. Məsələn, deyək ki, qənd parçası, bir də pesok xırdalanmış hissələr deyək də, pesok. Hansı daha tez həll olur? Əlbəttə ki, pesok. Nə qədər xırdalanma çox olarsa, nə qədər çox xırdalanarsa, səthin sahəsi artar. Toxunan hissəciklərin sayı artar.
Ona görə də reaksiyanın sürəti də artar. Başqa biz nəyi demədik? Qatılıqdır, temperaturdur, təzyiqdir, xırdalanma dərəcəsi, aktivlik. Adından görünür. Maddə nə qədər aktivdirsə, reaksiya bir o qədər aktiv girəcəkdir, daha sürətli girəcək. Passivlərin isə reaksiyaya girməyi də elə adından görünür, passiv şəkildədir. Yəni nə parametr dediksə, qatılıq, temperatur, təzyiq, xırdalanma dərəcəsi, aktivlik, bunlar hamısı kimyəvi. Bir də sahə, axı nə qədər xırdalayırıqsa səthin sahəsi artır. Sahə. Bunlar hamısı sürətlə düz mütənasibdir. Amma zaman və həcm sürətlə tərs mütənasibdir. Məsələn, gəlin birinci həcmdən baxaq. Deyək ki, məsələn, bu 1 litrlik qabdadır. İçində 2 mol maddə var. Bu 2 litrlik, biraz böyükdür də. Biraz böyükdür, bu 2 litrlik qabdadır. Burada da 2 mol maddə var. Baxın, bunun həcmi kiçikdir. Həcmi kiçik olanda bunlar bir-birinə, bu 2 mol maddə məsəl üçün bir-birinə daha yaxın yerləşmiş olar. Nə qədər yaxın yerləşəndə toqquşma səthinin sahəsi də artır. Ona görə də burada reaksiya daha sürətlə gedir. Həcm kiçikdir. Molekullar bir-birinə daha sıx yerləşir burada. 2 mol maddə daha sıx yerləşib. Onda reaksiya daha sürətlə gedər. Amma burada həcm böyükdür. 2 mol maddə molekulları bir-birindən biraz aralıdır. Bunların toqquşmasına qədər vaxt gedəcək. Yəni nə qədər həcm böyükdürsə, toqquşmasının zamanı azalır. Ona görə də sürət də azalmış olur. Həcm kiçik olanda daha tez toqquşma gedər, daha tez reaksiya sürətlə baş verər. Yəni belə çıxır ki, həcmlə zaman, üzr istəyirəm, həcmlə sürət tərs mütənasibdir. İndi gələk zamanla sürətə baxaq. Bir düşünün ki, məsələn, burdan, məsələn, mən Xırdalanda qalıram, Xırdalan deyirəm də. Xırdalandan Sumqayıta gedirəm. Deyək ki, mən sürürəm 120 sürətlə, amma Xırdalandan Sumqayıta bir başqası gedir 60 sürətlə. Hansımız tez çatarıq? Bir düşünək. Təbii ki, 120 sürətlə. Mən sürətim daha böyükdür də, bunun sürəti bundan böyükdür də. Buna V1 deyək. V1 böyükdür V2. Məsələn, bunun sürəti bundan böyükdür. Nə qədər sürətim böyük olarsa daha tez çataram. Məsələn deyirəm, mən 15 dəqiqəyə çatıramsa, deyək ki, digəri yarım saata, 40 dəqiqəyə çatır. Məsəl üçün. Baxın, sürət burada böyükdür. Amma başa çatma müddəti bəs hansında böyük olacaq? Sürət nə qədər zaman hansında daha böyük olacaq və ya hansında kiçik olacaq? Baxın. Əgər mən sürətimi artırıramsa, daha az zamanda çataram, daha tez çataram, belə deyək də, daha tez çatmaq zamanın qısa olması deməkdir. Amma nə qədər sürətim zəifdirsə, biraz gec çataram, yəni uzun zamanda çataram. Ona görə deyirik ki, zamanla da sürət tərs mütənasibdir. Yəni zamanı tau-la göstərsək, tau1 bölək tau2 bərabərdir. Tərs mütənasib odur ki, V2 böl V1 deməkdir. Riyaziyyatdan bilirsiniz. Düz mütənasib olsaydı 1 bölü 2 isə bu da 1 bölü 2 olmalı. Amma tərsinə bunun 1 bölü 2-si bunun 2 bölü 1 deməkdir. Ta1 böl ta2 bərabərdir. V2 böl V1-ə bərabərdir. İndi məsələn bunlara uyğun məsələyə baxaq. Deyir ki, V2 və ya ta2 desin, fərqi yoxdur da. Ta2 böl ta1 bərabərdir 5-dirsə. Bəs V1 böl V2 nəyə bərabərdir? Deyirik ta2 böl ta1 elə V1 böl V2 deməkdir də. Böyle V1 böl V2 deməkdir. Cavab eləyər 5. Amma deyirəm ki, ta1 böl və ya V1 böl V2 bərabərdir. Məsəl üçün deyirəm 3. İndi deyirəm ta1 böl ta2 nəyə bərabərdir? Deyirəm V2 böl V1. Bu ta2 böl ta1 deməkdir. Ta2 böl ta1 olsaydı 3 yazardım. Amma ta1 böl ta2 daha əksinə. Onda 3-də 1 yazacağıq. Və buna uyğun başqa məsələlər. Məsələn, sürətə təsir edən amillərdən. Deyək ki, bizə verilir ki, Van Tov qanunu izah eləyim, ondan sonra deyək uşaqlar. Van Tov qanunu. İndi buna uyğun məsələlərdən indi izah eləyəcəm, görəsiniz. Van Tov qanunu. Bir də Van Tov qanunundan qabaq nə demədik? Sürətə təsir edən amillərdən biri də katalizatordur. Katalizator nədir? Reaksiyanın sürətini dəyişən, amma özləri sərf olunmayan maddələrə katalizatorlar deyilir. Reaksiyanın sürətini dəyişir, amma özləri sərf olunmayan maddələr katalizatorlar deyilir. Katalizatorlar aqreqat halına görə 3 yerə bölünür. Bərk halda olurlar, may halda və qaz halında. Katalizatorlar 3 aqreqat halında olurlar.
Katalizator oxun üzərində yazılır. Məsələn, yazıram ki, SO2 üstəgəl oksigen. Məsələn, burada yazıram NO, bu da SO3-dür. SO2 üstəgəl oksigen, bu da SO3-dür. Burada vanadium 2O5, bu bərkdir, amma bu qazdır. Baxın, katalizator oxun üzərində yazılır. Katalizatorun iştirakı ilə baş verən reaksiyalara kataliz reaksiyaları və ya katalitik reaksiyalar deyilir. Əgər katalizatorla, baxın qazdır, bu da qazdır da. Katalizatorla reaksiyaya girən maddələr eyni aqreqat halındadırsa buna homogen kataliz reaksiyalar deyilir. Yox, müxtəlif aqreqat halındadırlarsa onda bunlara heterogen kataliz reaksiyaları deyilir. Katalizator deməli nə oldu? Fikir verin, NO salmışıq qaba. N ilə bağlı nə salınmaya baxır? Vanadiumla bağlı nə salınmaya baxır? Reaksiyanın sürətini dəyişir. Amma özləri sərf olunmayan maddələrə katalizatorlar deyilir. Bəzən sizə bir şey deyim. Uşaqlara arada deyirəm ki, bu get kontaktda mənim adımı katalizator yazıblar. Çünki niyə? Oxumayan uşaqların valideyninə zəng eləyib şikayət eləyəndə mən şərait yaradıram, reaksiyanı sürətləndirirəm ki, uşaq evə çatan kimi valideyn onu ağzına gələn gözəl sözlərlə bəzəsin. Yəni mən dayanıram kənarda, döyülmürəm, söyülmürəm. Kənarda, amma döyüləndə, söz götürəndə, söyləndə şagird olur. Deməli mən reaksiyanı sürətləndirdim, amma özüm sərf olunmadım. Bax belə maddələrə katalizator deyilir ki, mənim də adımı bəzi uşaqlar get kontaktda katalizator yazıblar. Eybi yox, xoşdur. Şagirdlərimdən gələn hər bir şey mənə xoşdur. Katalizatorun aktivliyinə 2 maddə təsir edir. Promotor və katalitik zəhər. Katalizatorun aktivliyinə promotor və katalitik zəhər təsir edir. Promotor katalizatorun aktivliyini daha da sürətləndirir. Amma katalitik zəhər adından görünür, katalizatorun aktivliyini daha da zəiflədir. Buna əsasən paslanmaya qarşı istifadə edirlər ki, paslanma biraz zəifləsin. Bilirsiniz, yəqin paslanmaya qarşı antifilizdən, laklardan, boyalardan, müxtəlif metal örtüklərindən istifadə edirlər. Darvazaların üzərinə məsələn antipas vururlar ki, paslanmanın qarşısını alsın. Deməli, katalizatorun aktivliyinə promotor elə təsir edir ki, katalizatorun sürətini artırır, bu katalizatoru zəiflədir. Katalizatorlar reaksiyanın sürətini artıra da bilər, azalda da bilər. Artıranlara aktivator, azaldanlara isə inhibitorlar deyilir. İndi ola bilər ki, bax, bir neçə dənə reaksiya verilsin. Məsələn, deyək ki, yazıram ki, A üstəgəl B alınır, C üstəgəl D. K üstəgəl C alınır, Y üstəgəl A. Bizə deyir, bu reaksiyada katalizator hansıdır? Bir-birinə əlaqəli olan reaksiyalardır. Biz də deyirik, axı reaksiya oxun üzərində yazılır. Baxırıq ki, oxun üstündə heç nə yoxdur. Buradan biz tapmalıyıq katalizatoru. Katalizator nə edir? Reaksiyanın sürətini dəyişir, amma özləri sərf olunmur. Fikir verin. A və B-ni salmışıq qaba. Ən sonda Y və A girib. Hansı maddə istifadə olunmadan olduğu kimi çıxdı? A və B salıblar. A və B-dən hansı olduğu kimi çıxdı? A. Deməli, sərf olunmayıb da. Necə girib, elə də çıxıb. Belə çıxır ki, A mənim katalizatorumdur. Yazdım ki, A mənim katalizatorumdur. Bizə deyir, aralıq məhsul hansıdır? Aralıq məhsul odur ki, birinin sağında olandan, birinin solunda olan ixtisar olunub gedirsə, o aralıq məhsuldur. Yəni, birinin alınanı ilə, birinci reaksiyanın alınanı ilə, ikinci reaksiyanın girənində ortaq nə görürük? Bax, ortaq nə görürüksə, yəni arada nəyi görürüksə, bu aralıq məhsuldur. Baxın, bu aralıq məhsuldur. İndi biz deyirik, bəs reaksiyaya daxil olan maddələr, yəni reagentlər hansı maddələrdir? Reagent oxdan solda olan maddələr. Təbii ki, A-nın adını tapmışıq nədir? C-nin adını tapmışıq nədir? Oxdan solda nə qaldı? B və K qaldı da. Deməli, B və K mənim reagentimdir. İndi oxdan sağda da məhsul qalır. Məhsullarım hansıdır? C-nin adını vermişik, A-nın adı verilib. Demək ki, qaldı D və Y. Bizim məhsullarımız D və Y-dir, reagentlərimiz B və K-dır. Bəs katalizatorum nə oldu? A. A-nı da götürüb yazırıq bunun üstündən. Bu da kimyəvi reaksiyanın sürətinə təsir edən amillər. İndi Van 't Hoff qanunundan danışacağıq. İndi isə Van 't Hoff qanununa keçək. Van 't Hoff qanunu nədir? Düsturun qoy yazım. VT2 bərabərdir VT1 vuraq. Qamma üstündə delta T böl 10 düsturu ilə hesablanır. İndi Van 't Hoff qanunun ifadəsini deyək. Temperatur hər 10 dərəcə artdıqda
Reaksiyanın sürəti 2-4 dəfə, yəni 2-3-4 deməkdir də, belə tre qoymağım. Temperatur hər 10 dərəcə artanda reaksiyanın sürəti də 2-3-4 dəfə artır. Bayaq dedik axı temperaturla sürət düz mütənasibdir. Sürətin tərs mütənasib olduğu amillər TV, zaman və həcmdir. Qalanların hamısı ilə düz mütənasibdir. VT2 bərabər VT1 vur qamma üstə delta T bölü 10. Burada ancaq temperaturlardan danışır, zaman yoxdur. Delta T temperaturların dəyişməsidir, temperatur əmsalıdır. Kiçik temperaturda baş verən reaksiya sürətidir, böyük temperaturda baş verən reaksiya sürətidir. Təbii ki, böyük temperaturda baş verən reaksiya sürəti daha böyük olmalıdır da. Kiçik temperaturda olan sürət daha kiçikdir. Və yaxud sürətin dəyişmə düsturu VT2 bölək VT1 riyaziyyatda bunu məxrəcə gətirəndə yerdə nə qaldı? Bu qaldı da. Qamma üstündə delta T böl 10 düsturundan istifadə edilir. İndi buna uyğun məsələlərdən istifadə edək. Məsələn, bu düsturları əzbər bilmək lazımdır. Burada yazıram VT2 bərabər VT1 vur qamma üstündə delta T böl 10 və yaxud sürət dəyişməsi VT2 böl VT1 bərabərdir qamma üstündə delta T böl 10-dan istifadə edərik. İndi məsələ verilir. Deyir ki, temperatur əmsalı 2 olan, deyirəm temperatur əmsalı qamma deməkdir. Qamma bərabərdir 2 olan reaksiyanın temperaturunu 50 dərəcədən 30 dərəcəyə qədər endiriblər. Temperatur əvvəl 50 dərəcə olub, sonradan endiriblər 30 dərəcəyə. Bu temperaturdur da. Yəni mənim delta T-m neçədir? Delta T-m təbii ki, T2 çıx T1 20 deməkdir. Temperaturlar verilib, deyirəm 20-dir. Bizə deyir reaksiyanın sürəti necə dəyişər? Baba, sürət dəyişməsi bunu istəyir. Mənə deyir ki, VT2 böl VT1 nəyə bərabərdir? Mən də deyirəm ki, VT2 böl VT1 bərabərdir qamma üstündə delta T böl 10. Qamma nə deməkdir? 2 üstündə. Delta T nə deməkdir? Bunlar deltasını tapırıq. Delta T böl 10 20. Yəni delta T elədi 20. 20 də ona böləndə eləyir 2. Deməli, indi baxaq. Sürət 4 dəfə artar verilir cavabı da olur, 4 dəfə azalardı. Mən hardan biləcəm ki, burada cavab azalardı? Temperatur 50 dərəcədən 30 dərəcəyə qədər enibsə, axı bayaq dedik, temperaturla sürət düz mütənasibdir. Sürətlə tərs mütənasib olanlar TV, zaman, həcmdir. Qalan hamısı düz mütənasibdir. Əgər temperatur enibsə, təbii ki, mənim sürətim də enib, sürətim də azalıb. Nə cavab tapdımsa, deyəcəm 4 dəfə azalar. Yox, temperatur 30 dərəcədən 50 dərəcəyə qədər qaldırılsaydı, cavab 4 dəfə artar olardı. Bu hissəyə fikir verin. Temperatur azalıbsa sürət azalar, temperatur artıbsa sürət artar. Sürətin dəyişməsi VT2 böl VT1 bərabərdir qamma üstündə delta T böl 10 düsturundan istifadə edilir. Başqa bir məsələ. Məsələn, baxırıq ki, temperatur əmsalı verilib. Qamma bərabərdir 2 verilib. Məsələdə də 2 dənə temperatur verilib. Məsələn, deyək ki, bir temperatur verib 50 dərəcə, bir temperatur verib 30 dərəcə. Böyük temperatur olana T2 yazaq. Axı T2 çıx T1 yazırıq. Kiçik temperatur olana yazaq T1. Yəni buradan bir sözlə mənim delta T-m 20 deməkdir. İndi sual mənə belə deyir. Temperatur əmsalı 2 olan reaksiyanın 50 dərəcədə sürəti, bax bunu 2 yolla eləmək olar uşaqlar. Biri ikisi düstur yolla ilə. İndi məsələn biri bir sulun deyim. 50 dərəcədə reaksiyanın sürəti məsələn verib ki 10 mol böl litr vur saniyə. Yəni vahiddə o. 50 dərəcədə sürəti deyirəm temperaturla. Sürət necə mütənasibdir? Əlbəttə ki, düz mütənasibdir. Bax 2 yolla edirəm bu məsələni. Hansı rahatlıqla öyrənin. 50 dərəcədə sürəti nə qədərdir? 50 dərəcədə sürəti verib 10-dur. Deyirəm ki, sürət görən V1-i verib, yoxsa V2-ni, yəni VT1 yoxsa VT2. Əgər böyük temperaturdursa, bundan böyük temperaturda, böyük temperaturdakı sürət, temperaturla sürət düz mütənasibdir. Onu deyəcəm, bu T2-dirsə, demək ki, bu VT2 olacaq da. Böyük temperaturdakı sürətin VT2 olacaq, məsələn, 10 mol böl litr vur saniyə. Mənə deyir, 30 dərəcədəki sürət nə qədərdir? 30 dərəcədəki sürət də 30 dərəcədəki kiçik temperaturdakı sürətdir. Kiçik temperaturdakı sürət də bu T1-dirsə, buna VT1 yazacağam da sual. Düstur nədir? VT2 bərabərdir. VT1 bilmirəm də nədirsə vuraq. Qamma üstündə 2 üstündə delta T böl 10. Bunun delta T-si 20. 20 də ona böləndə 2. Bu da eləyir 10 bərabərdir 4 VT1. Bax 10 bərabər 4 VT1.
VT1 də bərabərdir. 4 dənə VT1 ondur da. Bir dənə VT1 neçədir? 2,5-ə bərabərdir. Yəni VT1-imizin qiyməti 2,5-dir. Başqa yol da var. Başqa yol nə deməkdir? Yenə deyirəm, temperatur əmsalı 2-dir. 50 dərəcədə reaksiyanın sürəti, məsələn, mənə verilir 10-dur. Deyirəm ki, heç lap bilmirəm VT1-dirmi, VT2-dirmi? 50 dərəcədə sürəti 10-dur. 30 dərəcədə sürəti neçədir? Mən də deyirəm ki, birinci gəl buradan sürət dəyişməsini tapım. Sürət dəyişməsini. Deyirəm VT2 bölək VT1 bərabərdir. Qamma üstündə 2 üstündə delta T bölün delta T 20 bölün 2. Sürət 4 dəfə nə olub? Əgər 50 dərəcədən 30 dərəcəyə gəlibsə, sürət demək ki, belə çıxın ki, 50 dərəcədən 30 dərəcəyə gəlibsə, temperatur 20 dərəcə temperatur azalıb. Temperatur azalıbsa, sürət də azalıb. Deməli, sürətimiz 4 dəfə azalar. Sürətimiz 4 dəfə azalar. Yəni əvvəlki sürətim 10 idisə, sonrakı sürətim 4 dəfə azalar. Eləyər 2,5. Ya elə tapın, ya da belə tapın. Bir də məsələyə baxın. Yenə deyim, temperatur əmsalı verilir. 2 dənə temperatur verib. Əvvəlcə 50 dərəcə verib, sonra deyir 30 dərəcədir. 50 dərəcədə sürət budur, 30 dərəcədə neçədir? İstəyirsiniz belə tapın. Deyirəm ki, VT2 bölü VT sürət dəyişməsini tapın. Bərabərdir qamma üstü delta T bölün. Tapdım ki, sürət 2 üstü 2 4 dəfə azalar. Niyə azalar? 50 dərəcədən 30 dərəcəyə qədər endiririk. Temperatur azalırsa, sürət də azalır da. Sürət 4 dəfə azalar. Yəni 50 dərəcədə sürət budur da. Sonradan 4 dəfə azalaraq, sonradan da 4 dəfə azalanda onu 4-ə bölün. Eləsin 2,5. İndi ola bilər zamanla verilə. Bax bu hissə. Zaman da eyni şey deməkdir ha. Məsələn, mənə verilir ki, temperatur əmsalı deyək ki 2-dir. 2-dir. Temperaturun biri verilir 70 dərəcə. Biri verilir, məsələn, deyirəm 50 dərəcədir. Deyək ki, T2, T1. Mənə deyir ki, 70 dərəcədə məsələn, 70 dərəcədə reaksiya 10 saniyə başa çatır. Ta onu verib ha. Bunda deyir ki, 10 saniyəyə başa çatır. Başa çatma müddəti verilib də. Yəni zaman verilib, tau verilib mənə. Tau, qamma yazdım. Tau verilib. Bəs 50 dərəcədə neçə saniyə başa çatar? Mən də deyirəm birinci bu hissədən sürəti bir tapın. VT2 böl VT1 bərabərdir qamma üstündə delta T bölün delta T bundan bunu çıxanda 20 bölün 2. 4 dəfə nə baş verər? Əgər 70 dərəcədən 50-yə gəlib də buradan görürəm. Temperatur azalıbsa, deməli sürət artıb. Üzr istəyirəm. Temperatur azalıbsa, deməli sürət də azalıb. Temperatur azalıbsa, sürət də azalıb. Mən tapdım ki, sürət 4 dəfə azalar. Sürət 4 mən sürəti tapmışam, 4 dəfə azalar. Mənə deyir, başa çatma müddəti necə dəyişər? Axı sürətlə zaman tərs mütənasibdir. Əgər sürət 4 dəfə azalarsa, onda belə çıxır ki, başa çatma müddəti 4 dəfə artar. 4 dəfə artar 10 saniyə yox, olacaq 40 saniyə. 10 saniyə yox, 40 saniyə. Yenə deyirəm, burada olardı 50 dərəcə, məsələn deyirəm. Burada olardı 20 dərəcə. VT2 böl VT1 yenə qamma üstü delta T bölün. Deyirəm ki, temperatur axı burada, temperatur axı bayaq necə idi? İndi artırmış vəziyyət eləyək də. Temperaturu artırmış vəziyyət eləyək. Bu olsun 50, bu olsun 70 məsələn. Onda deyərdim ki, temperaturum artıbsa, əlbəttə ki, sürət də artar. Sürət 4 dəfə artar vəziyyətinə gələrdi. Sürəti bildim ha, 4 dəfə artar. Mənə desə sürət necə dəyişər? Təbii ki, 4 dəfə artar. Zaman necə dəyişər? Zaman 4 dəfə azalar. Zamanı burada 10 idisə 4 dəfə azalar eləyərdi 2,5. Yəni buna uyğun məsələlər ancaq bu şəkildə düşür. Bir də sizə bir şey deyim. Bundan başqa nəyimiz qaldı? Bundan heç nə. Sürəti keçdik. Sürətə təsir edən amillərə baxdıq. İndi bizim qaldı kimyəvi reaksiyaya əsasən sürət düsturlarının tərtibatı. Kimyəvi reaksiya əsasən nə deməkdir? Məsələn, reaksiya verilir. Hidrogen üstəgəl oksigen alınır H2O. Diqqətlə qulaq asaq. Axırıncı hissədə izah elədiyimiz. Bizə deyir ki, bu reaksiyanın sürət düsturunu yazın. Reaksiyanın sürət düsturunu yazarkən reaksiyaya daxil olan maddələrin qatılıqları mı deyim, təzyiqləri mı deyim, bir-birinə vurulur. Əmsallar üslü şəkildə çıxır. Yəni bu reaksiyanın sürət düsturunu yaz deyəndə bu xətti səhv çəkdim.
Düzünə reaksiya sürət düsturunu yazın. Düzünə reaksiya belədir də, bu istiqamətdə, əksinə də bu tərəfə gələn reaksiya. Düzünə reaksiya sürət düsturunu, bu reaksiyada sürət düsturunu yazaq deyəndə K var ha, bax burada yazıram K vuraq. Sürət düsturunda iştirak edən K sürət sabiti adlanır. Bu sürət sabitidir. Hidrogenin qatılığının kvadratı, bax C, hidrogenin qatılığının kvadratı vuraq. Oksigenin qatılığı C, oksigen. Yəni reaksiya daxil olan maddələrin qatılığı bir-birinə vurulur, əmsallar üstü şəkildə çıxır. Hidrogenin qatılığının kvadratı vuraq oksigen. K isə sürət düsturunda iştirak edən K sürət sabitidir. Bir də uşaqlar onu deyim ki, baxın V bərabərdir delta S böl delta T düsturunda. Buradakı delta S, buradakı qatılıq deyirəm də. Buradakı qatılıq reaksiyaya girən qatılıqdır. Əvvəlki qatılıq 10-dur, sonraki qatılıq 3-dürsə, reaksiyaya girən qatılıq 7. 7-ni böləcəm zamana. Burada girən qatılıqdır. Amma buradakı qatılıqlar başlanğıc qatılıq deməkdir. Lap deyər ki, hidrogenin başlanğıc qatılığı 10-dur, filan qədəri girib, filan qədəri bizə lazım deyil. Burada cari qiymətləri ilə götürür. Hidrogenin başlanğıcı 10-dursa, elə başlanğıcda da 10 yazacağıq. Bu düsturda bu qatılıqlar başlanğıc qatılıqlardır. Amma bu düsturda delta S deyirik də, qatılığın dəyişməsidirsə, əvvəlkindən sonrakını çıxanda girən qalır da. Burada isə girən qatılıqdır, əzbər bilin. Burada başlanğıc qatılıqdır. Və yaxud başqa birisini yazım. Deyirəm 2NH3 alınır N2 üstəgəl 3H2. V bərabər sol tərəfə baxmalıyam, sola. Bu K sürət düsturunda iştirak edən K sürət sabitidir. Amonyakın qatılığının kvadratı. Vurmağa başqa bir şey yoxdur ki. Amonyakın qatılığının kvadratı. Amma bəlkə maddə nəzərə alınmır ha. Baxın, karbon üstəgəl oksigen alınır, karbon qazı. Sürət düsturunu yazaq, K vuraq. Yenə də bu sürət sabitidir. K vuraq, karbon bərkdir. Daha yazmaram ki, karbon vur, oksigen yox. Sadəcə oksigenin qatılığı. Sadəcə oksigenin qatılığı. Bu C deyil, qatılıqdır. Və ya 3 dənə dəmir üstəgəl 4 dənə H2O alınır. Dəmir 3O4 üstəgəl 4H2. Yenə bu nəzərə alınmaz. Sürət düsturundakı K sürət sabitidir. Suyun qatılığının kvadratı, üstü 4. Daha vur dəmirin üstü 3 ola bilməz. İndi buna uyğun məsələlər işləyəcəyik, görəsiniz. Onu da qeyd eləyək ki, bəs sürət sabiti nədən asılıdır, nədən asılı deyil? Qoy burada belə göstərim ki, görəsiniz. Hər bir cümləmi nöqtə virgülünə kimi dinləyirsə, baxın, sürət sabiti nədən asılıdır? Nədən asılı deyil? Hamısı testin sualları da biləsiniz. Sürət sabiti nədən asılıdır? Sürət sabiti, bax bu K, sürət sabiti asılıdır temperaturdan, asılıdır maddənin təbiətindən və katalizatordan. Cümləni bir də bilin, 2 dənə T-dən. Biz tarazlıq sabitini də deyəndə demişdik, KT nədən asılıdır? TT-dən asılıdır. KT temperatur və nədən asılıdır? Maddənin təbiətindən. Bu da sürət sabiti nədən asılıdır? Temperaturdan və təbiətdən, bir də katalizatordan asılıdır. Yəni yerdə qaldı ki, məsələn verir ki, təzyiqdən asılıdırmı, xırdalanma dərəcəsindən mi asılıdır, nə bilim qatılıqdan mı asılıdır? Bunlardan asılı deyil. Deməli, sürət sabiti nədən asılıdır? Maddənin təbiətindən, katalizatordan və temperaturdan asılıdır. Deməli, uşaqlar, buna uyğun məsələ işləməmişdən qabaq birinci onu deyim ki, bayaq nəyə qeyd eləmədik? Kimyəvi reaksiyanın sürətinə təsir edən amillərdən dedik TV tərs mütənasibdir, zaman və həcm, qatılıqdır, xırdalanma dərəcəsidir, temperaturdur, aktivlikdir. Bunlar hamısı düz mütənasibdir, təzyiqdir. Katalizatorda reaksiyanın sürətinə təsir edir. Bir də biz nəyi demədik? Aktivləşmə enerjisinin reaksiyanın sürətinə təsiri. Aktivləşmə enerjisi ilə də sürət tərs mütənasibdir. Deməli, sürətin tərs mütənasib deyəcəm nə deməkdir? Sürətin tərs mütənasib olduğu amillər TV dediyimiz kimi aktivləşmə enerjisi də tərs mütənasibdir. Səbəb nədir? Baxın, aktivləşmə enerjisinin yüksək olduğu reaksiyaları biz stereo reaksiyalar başladıq. Həmin reaksiyaları başlatmaq üçün daha çox enerji lazımdır. Cümləni bir də deyirəm. Aktivləşmə enerjisinin yüksək olduğu reaksiyaları başlatmaq üçün daha çox enerji lazımdır. Buna görə belə reaksiyalar yavaş sürətlə gedir və ya getmir. Ona görə deyək ki, reaksiyanın aktivləşmə enerjisi az olanda
Azca buna biz temperatur verən kimi reaksiya başlayacaq sürətlə getməyə. Amma aktivləşmə enerjisi çox olana biz az əgər enerji verəriksə, o reaksiya heç getməz, başlamaz. Deməli, aktivləşmə enerjisi az olmalıdır ki, biz ona az bir enerji ilə yüksək sürət vermiş olaq. Bir sözlə aktivləşmə enerjisi sürətlə tərs mütənasibdir. İndi gələk sürət bayaqki məsələlərə uyğun, bayaq dediyimizə uyğun məsələlərə baxaq. Məsələn, məsələdə nə deyilir? Hidrogen + oksigen hər tip məsələ deyək ki, bilək. Bizə deyir ki, bu reaksiyaya daxil olan maddələrin qatılığını 2 dəfə artırsaq sürət necə dəyişər? Biz də deyirik ki, bax həmişə yadda saxlayın ki, belə məsələlərdə siftədən 1 kimi düşünün. Reaksiyaya daxil olan maddələrin hər ikisinin qatılığını 2 dəfə artıraq. Bunu da 2 dəfə artıraq, bunu da 2 dəfə artıraq. Sürət necə dəyişər? Biz də deyirik, sürəti belə tapmırıq. V bərabərdir hidrogenin kvadratı vur oksigen yazırıq. Elə deyil? Yəni 2-nin kvadratı 4 vuraq 2. Sürət 8 dəfə artar. Niyə artar? Qatılığı 2 dəfə artırılsa, qatılıqla sürət düz mütənasibdir. Sürət necə dəyişər? Əlbəttə ki, 2 dəfə artar. 8 dəfə artar. Amma karbon + oksigen reaksiyaya daxil olan maddələrin qatılığını 2 dəfə artıranda sürət necə dəyişər? Siftədən 1-dir. Qatılığı 2 dəfə artırsaq, bunu 2 eləyim, amma buna heç nə eləmə. Lap buna da 2 yaz istəyirsən, 2 elə. Sürət necə dəyişər? Sürət düstur necədir? Təkcə oksigen. Bu karbon deməyəcək ki, bərk halda olan maddə nəzərə alınmır. Təkcə oksigen, yəni sürət 2 dəfə artmış olar. 2 vur 2, 4 dəfə deyə bilmərik. Sürət 2 dəfə artmış olar. Amoniakda bu reaksiyaya gedən qabın temperaturunu deyim və yaxud amoniakın qatılığını 2 dəfə artırsaq sürət necə dəyişər? Siftə 1 idi, 2 dəfə artır. Amoniakın kvadratı qurtardı da, vurmağa başqa bir şey yoxdur ki, burada var idi. Hidrogenin kvadratı vur oksigen. Burada təkcə oksigen idi. Burada amoniakın kvadratı. Qatılığı 2 dəfə artırırıqsa, deməli sürət 4 dəfə artar. İndi ola bilər ki, belə deyir. Məsələn deyir ki, bu qabda hidrogenin qatılığını 2 dəfə artırsaq sürət necə dəyişir? Siftədən 1-dir də. Hidrogenin qatılığını 2 dəfə artır. Bunu artır. Bunun haqqında danışılmır. Bunun haqqında heç nə demir. Hidrogenin qatılığını 2 dəfə artırsaq sürət necə dəyişir? Düstur budur da. Hidrogenin kvadratı 2-nin kvadratı 4 vur 1. Sürət 4 dəfə artar. Və yaxud başqa bir məsələ. Deyək ki, elə budur. Bizə deyir ki, bu reaksiyada hidrogenin qatılığını 2 dəfə artırıb, ikisi də 1-dir sifdə. 2 dəfə artırıb, oksigenin qatılığını 2 dəfə azaltsaq, 1 idi, 2 dəfə azalt, 2-yə böl. Sürət necə dəyişir? Sürət budur da, hidrogenin kvadratı vur oksigen. Yəni 2-nin kvadratı 4, 4 vuraq oksigen. 2-də 1, 2. Cavab 2 alındısa, riyaziyyatdan bilirsiniz ki, düz mütənasib olan amillərdə 2 alınanda 2 dəfə artır deməkdir. 2-də 1 alınanda düz mütənasib olan amillərdə 2 dəfə azalır. Amma tərs mütənasib olan amillərdə 2 alınanda 2 dəfə azalır deməkdir. Burada qatılıqla sürət düz mütənasibdir. 2 alındısa, sürət də 2 dəfə artar. Və yaxud fərqi yoxdur ya, ola bilər bizə təzyiq verilsin. Məsələn, deyər ki, azot + 3H2 alınır 2NH3. Qabın təzyiqini 2 dəfə artırsaq sürət necə dəyişər? Siftədən 1-dir, 2 dəfə artır. Təbii ki, təzyiqlə sürət düz mütənasibdir. Sürətlə tərs mütənasib olan amillər T, V və aktivləşmə enerjisidir. Aktivləşmə enerjisi az olmalıdır ki, reaksiya sürətlə getsin. Deməli, təzyiqlə sürət düz mütənasibdir. Deyirik ki, təzyiq 2 dəfə artarsa, sürət necə dəyişər? Azot vuraq, hidrogenin kubudur da. Azot 2 vuraq, hidrogenin kubu. 8 vur 2, sürət 16 dəfə artar. Gəlin indi həcmdən baxaq. Azot vur üstəgəl 3H2 alınır 2NH3. Reaksiya gedən qabın həcmini yarıya endirsək, siftədən 1-dir. Gedən qabın həcmini yarıya endirək. Sürət necə dəyişər? Təbii ki, azot vur hidrogenin kubudur da. Azot nədir? 2-də 1 vuraq. 2-də 1-in kubu neçə eləyir? 8-də 1. Cavab 16-da 1. İndi deyirsən 16 dəfə artar, yoxsa azalar? Baxın. Həcm yarıya enibsə, bayaq dedik axı, həcmlə sürət tərs mütənasibdir. Həcm aktivləşmə enerjisi və zaman sürətlə tərs mütənasibdir. Əgər həcm yarıya enərsə, həcm azalıbsa, sürətimiz artar. 16 dəfə artar.
Bayaq onu deyirdik ki, düz mütənasib olan amillərdə 16-da 1, 16 dəfə azalmaq deməkdir. Tərs mütənasib olan amillərdə 16-da 1, 16 dəfə artır deməkdir. Mənə elə gəlir ki, buna uyğun olan elə bir şey qalmadı ki, biz onu deməyək. Dərsimizə diqqətlə qulaq assaq, TOEFL-nun, güvənin, hədəfin hamısının testlərini rahatlıqla işləyə biləcəksiniz. Hələlik bu qədər uşaqlar. İndi bundan sonraki videomuz olacaq. Kimyəvi tarazlığa təsir edən amillər. Tarazı haqqında danışmışıq. İndi tarazlığa təsir edən amillər haqqında danışacağıq. Bir də tarazlıq sabitin tapılmasını keçmişdik. Düzünə gedən reaksiya sürətini bölü əksinə gedən reaksiya sürət sabitinə. Yəni K bərabərdir V belə yazaq da. K düzünə bölək K əksinə. Bax bu şəkildə həll edirik. Bunun haqqında kifayət qədər danışmışıq. Hələlik bu qədər uşaqlar.